peşə əxlaqına hörmətlə yanaşmağa çağırırsansa, TikTokda nəyə görə gündə bir lazımsız, duzsuz, mənasız, ürək bulandıran videolar çəksən? Özünü psixoloq adlandıran qız da, tağ etdiyi Akif Nağı da o gün bu sualı vermişdilər. Jurnalist oxumayan niyə jurnalist olur ki? Bu qızın arzusu əslində like yığmaqdır. Amma o jurnalist məsələsinə, jurnalist peşəsinə mən bir açıqlıq gətirim. Universitetin jurnalistika fakültəsini bitirməklə jurnalist olmaq olmaz. Akif Nağı da deyir ki, jurnalistikanı bitirməyənlər jurnalist olmaz. Tək o yox, söz tapa bilməyib əlatsız çıxılmaz vəziyyətə düşənlərin çoxu belə deyir. Jurnalistikanı bitirmək, yenə qeyd edirəm, jurnalist olmaq deyil. Jurnalist olmaq gözəl nitq bacarığıdır, gözəl qələm sahibidir, istedadlı olmaqdır. Yoxsa gedib özəl ali məktəblərin birinin jurnalistikasına daxil olub, imtahan və zaçotlara pul verib diplom almaqla jurnalist olmur. Bu yaxınlarda medal almış jurnalistlərdən birinin elə hərf səhvlərini dəfələrlə redaktor səhvlərini mən etmişəm.